sütuncuqdur, yumurtalıqdır, düzdürmü? Və yumurtalığın içərisində yerləşən yumurtacıqdır. Yəni, rüşeym kisəsidir. Düzdürmü? Bax, deyirsiniz ki, dişidə makrosporogenez prosesi gedir. Makrosporogenez. Belə ki, bu rüşeym kisəsinin içərisində ana yumurta hüceyrə yerləşir. Yəni, dişi bitkinin hər tərəfi 2N xromosom dəstlidir da, 2N, sporofit nəsildir. Deməli, bu ana yumurta hüceyrə özü də hansı xromosom dəstində olacaq? 2N xromosom dəstində olacaq. İndi mən bunu çıxardıram qırağa. Və amma proses harada gedir? Bax, bu rüşeym kisəsində gedir. Tutaq ki, siz çiyələk bitkisindən danışırıq. Bax, imini çiyələyin üzərində deyirəm ki, yəni XY, elə bilməyin ki, bu heterogametlik yaranır. İndi baxaq. Tutaq ki, bax, bu ana yumurta hüceyrə XY xromosom dəstindədir. Düzdür? Bax, bunu buradan çıxardıram, qoyuram bura ki, daha yekə izah eləyəm. Amma proses harada gedir? Bunun içində gedir. Yəni, XY xromosomlu ana megaspor, yəni yumurta hüceyrədir. Nədir? 2N xromosom dəstidir da, deyil. Baxın, burada nə gedir? Meyoz gedir. Mən demişəm, bir meyozun sonunda neçə hüceyrə əmələ gəlir? 4 dənə hüceyrə əmələ gəlir. Düzdürmü? Bir meyozun sonunda həmişə 4 dənə hüceyrə əmələ gəlir. İndi baxın, bu meyoz keçirdi. XY-dir. Bunun yarısı X olacaq, yarısı Y olacaq. Meyozun sonudur da. Bildiniz hansı? Yetişmə zonasına birinci meyozun sonu, ikinci meyozun sonu. Yarısı X, yarısı Y olacaq. Biz nə demişdik? Demişdik ki, bu makrosporogenez prosesində bunlardan üçü məhv olur. İndi təsadüfən elə oldu ki, bu hissələr məhv oldu, bura qaldı. İndi bunun alternativ versiyasında izah eləyəcəm. Bu qaldı. Bu da ardıcıl demişəm, 3 dəfə neynir? Ardıcıl mitoz keçirdir, düzdürmü? İndi bir də belə bölək də, Y-dən Y törəyəcək, bu Y-lərdən də nə törəyəcək? Y-lər törəyəcək, bu Y-lər də bir dəfə bölünəcək, düzdür? 8 dənə nə əmələ gələcək? Y xromosomlu hüceyrələr əmələ gələcək. Yəni, Nərmin, sənin rüşeym kisəndə, o deyirsən, 4 dənə bu qütbdə, 4 dənə bu qütbdə, 8 dənə hüceyrə əmələ gəlmədi. Bu 8-i də hansı xromosomu daşıyacaq? Hamısı Y xromosomu olacaq. Bax, hamısı Y mitozdan əmələ gəlib də. Y-lər yığılacaq və mərkəzi hüceyrədə nələr əmələ gələcək? Y bu, Y bu. Burada sən heterogametlik görürsənmi? Görmürsən. Homogametdir. Heç vaxt bura XY xromosom dəstində ola bilməz mərkəzi hüceyrə. Və yaxud da ola bilər ki, təsadüfdən, indi bu təsadüfüdür. Bax, XY meyoz keçirdəcək, yenə bunun yarısı Y-dir, yarısı X-dir. Bu dəfə bunlar məhv olub, X salamat qalacaq. Aha, bu dəfə rüşeym kisəsinə artıq qütblərdə X-lar əmələ gələcək. Yenə hər qütbdən bir X xromosomlu hüceyrə yaxınlaşanda olacaq bunun rüşeym kisəsi XX. Görürsünüz, yenə homogametdir. Homogametdir. Deməli, çiyələyin mərkəzi hüceyrəsi ya XX, ya YY xromosom dəsti olmalıdır. Bunun başqa versiyası yoxdur. Yoxdur. Və çiyələyin mayalanmasında gələn demirsən çiyələyin erkəyi XX xromosom dəstindədir. Bura gələn, yəni spermlər həmişə XX olacaq. Başqa avantajı yoxdur. Ona görə çiyələyin endospermi, bu endospermdə bilirsiniz ki,
bu spermlə də yumurta hüceyrənin birləşməsindən bilirsiniz ki, rüşeyin və yaxud da nə? Zigot deyirik alınır. Ona görə adətən endospermin üzərində işləyirlər. Çiyələrin endospermi görsən, ya XXX olmalıdır. Yenə bax, əgər bu çiyələyin rüşeym hissəsi mərkəzi hüceyrəsi Y xromosomudursa, bura gələn spermin dedim X-dan başqa avantajı yoxdur. X-dan başqa sperm bura gələ bilməz axı zaten, çünki bunun erkəyi XX-dir. Ya da endospermi hansı formada olacaq? XYY xromosom dəstində olmalıdır. Deməli, çiyələrin endospermi ya XYY ya da XXX xromosom dəstində olmalıdır.